Şeyx Fazil Qafqazi Lənkərani Qafqazi ləqəbi ilə məşhur olan Ayətullah Şeyx Fazil Lənkərani, Ayətullahul Üzma Şeyx Muhammed Fazil Lənkəraninin atasıdır. O, Şia aləminin tanınmış fəqihi və dəyərli İslam alimlərindən biri olmuşdur. Fazil Qafqazi 1892-ci ildə Lənkəran qəzasının Ərkivan kəndində Nəcib və eləcə də el arasında özünə məxsus şəxsiyyəti ilə tanınan tacir Hacı Bəşirin ailəsində dünyaya göz açmışdır. Fazil Qafqazinin yeniyetmə yaşlarında İslam elmlərinə böyük marağı olduğu üçün ərəb qrammatikasının ilk pilləsini Ərkivanda Siqatül İslam Məhəmməd Quludan öyrənməyə başlayır. Qafqazi dini elmlərə dərindən yiyələnməyi qarşısına məqsəd qoyduğu üçün Ərkivanda aldığı təhsillə kifayətlənməyib, təhsilini inkişaf etdirmək məqsədi ilə İranın Ərdəbil şəhərinə hicrət edir. Orada Ərdəbilin böyük alimlərindən sayılan Ağa Seyyid Mahmud Ərdəbilidən təhsil alır. Daha sonra Zəncan elmi hovzəsinə yollanaraq orada 3 il Axund Molla Məhəmməd Təqi müdərris və Salih Mirzə Nəqi kimi dövrün tanınmış ustadlarından dərs aldıqdan sonra yenidən Lənkərana qayıdır. Lənkəranda olduğu müddətdə isə şəri vəzifəsinə əməl edərək dinin təbliği ilə məşğul olur. Elə həmin dövrdə bolşeviklər hakimiyyətə gəlir. Mövcud vəziyyət get-gedə Fazil Qafqazi və onun kimiləri üçün çətinləşirdi. Ona görə ki, bolşeviklər müsəlmanlara qarşı təqib və təzyiqlərini, xüsusilə ruhanilərə qarşı amansızlıqlarını artırırdılar. Buna görə də artıq Qafqazda qalma Fazil Qafqazi üçün münasib deyildi. Odur ki, o, yenidən İrana qayıtmağı qərarı alır. Əvvəlcə Məşhəd şəhərinə gəlib və orada məşhur alimlərdən Mirzə Muhammed Ağazadə, Ağa Hüseyn Borsi, Hacı Ağa Hüseyn Təbatabai Qumi kimi tanınmış ustadlardan fiqhin xaric dərslərini alır. Hikmət və fəlsəfə dərslərini isə Ağa Şeyx Əsədullah Yəzdi və Ağa Şeyx Həsən Kaşanidən öyrənir. Bununla kifayətlənməyən Fazil Qafqazi təxminən 1930-cu illərdə təhsilini davam etdirmək məqsədi ilə Qum şəhərinə gəlir. O dövrdə Qum elmi hovzəsi fəaliyyətini Ayətullah Şeyx Əbdülkərim Hairi tərəfindən yenicə başlamasına baxmayaraq, zaman-zaman ora hicrət edən alimlərin vasitəsilə daha çox məşhurlaşır. Belə ki, Fatimə-i Məsumənin, Allahın salamı olsun ona, hərəminin yerləşdiyi şəhər İslam elmləri mərkəzinə çevrilir. Qum şəhərində elmin günbəgün inkişafını görən Fazil Qafqazi elə bu şəhərdə qalmağı qərarı alır. Elə o gündən Ayətullah Hairi Yəzdinin üsul və fiqhinin xaric dərslərində iştirak edir. Onun bir çox tanınmış tələbə yoldaşları olur. Amma daha səmimi olduğu və eyni zamanda bir yerdə elmi müzakirələr etdiyi İmam Xomeyninin adını xüsusi qeyd etmək olar. Qafqazi, Qum elmiyyə hovzəsində uzun illər elmi fəaliyyətlə məşğul olduqdan sonra ictihad dərəcəsinə yetişir. Qısa zaman kəsiyində o, Lənkəran və Azərbaycanın digər bölgələrinin mərcəy təqlidinə çevrilir. Mərhum Ayətullah Şeyx Muhammed Fazil Lənkərani öz atası haqda belə deyirdi. Atam yaşadığı dövrdə dövlət tərəfindən ruhanilərin libasının çıxarılması məsələsi qarşıya qoyulmuşdu.
Şahın məmurları çox çətinliklər yaradır və ruhanilərə əziyyət verirdilər. Qumda hər gün səhər şahın məmurları Feyziyyə mədrəsəsinə gəlib, ruhani libası geyinmiş tələbələri özləri ilə naməlum yerlərə aparırdılar. Ona görə də sübh gün çıxmazdan əvvəl tələbələr mədrəsədən çıxıb, Qumun yaxın kəndlərinə pənah aparar, hava qaraldıqdan sonra isə mədrəsəyə dönərdilər. Atam deyərdi, İmam Xomeyni başda olmaqla dostlarımızla iclas təşkil etmişdik. İclasın əsas mövzusu o idi ki, əgər şahın məmurları ruhani libasımızı çıxartmaq istəsələr, biz o zaman nə etməliyik? Axırda belə qərara gəldik ki, əgər ruhani libasımızı əlimizdən alsalar da belə, biz hər hansı yolla olur olsun, əsas dini vəzifəmizi, yəni xalqı düz yola dəvət etmək borcumuzu yerinə yetirməliyik. Mərhum Ayətullah Fazil Qafqazi, Ayətullah Birucerdinin Qum şəhərinə gətirilməsinə və ona tam səlahiyyətli mərcəiyyət verilməsinə çalışmış və bu məsələnin həll edilməsinə nail olmuşdur. Ayətullah Birucerdi Quma gəldikdən və mərcəiyyət məqamını aldıqdan sonra onunla sıx əlaqədə olan ən yaxın şəxslərdən biri də Ayətullah Fazil Qafqazi Lənkərani olmuşdur. Ayətullah Birucerdi daim Ayətullah Fazil Qafqazini ehtiramla yad edər və onun nə qədər etibarlı şəxs olduğunu başqalarına bildirərdi. Özü isə Ayətullah Fazil Qafqazi ilə Hovzənin maddi və mənəvi problemlərinin həlli istiqamətində məsləhətləşərdi. Belə ki, o, Hovzə və tələbələrin problemlərini həll etmək üçün Ayətullah Birucerdi ağaya etibarlı tərəfdaş idi. Ayətullah Fazil Qafqazi ona verilən etibarı layiqincə doğruldar və problemlərin həllində ciddi səyini əsirgəməzdi. O bütün bunlarla yanaşı özü də tədris edər və tələbələr yetişdirərdi. Lakin onun ictimai işlərə və Hovzənin qayğılarına ayırdığı geniş vaxt əlinə qələm alıb kitab təlif etməsinə mane olurdu. Buna görə də Ayətullah Fazil Qafqazidən çox az sayda əsər yadigar qalmışdı. Nümunə üçün, Nətaicül Əfkar, Ayətullah Birucerdinin dərslərinin təqriratı, Səlat və Üsulun haşiyəsi kitablarını qeyd etmək olar. Nəhayət, Ayətullah Fazil Qafqazi 1972-ci ildə dünyasını dəyişmiş və elə Qum şəhərinin Şeyxan qəbristanlığında dəfn olunmuşdur.